Salam kanalımızın değerli izleyicileri. Data analitika üçün Python kursumuzun bugünkü dərsində Matplotlib kitabxanasının PyPlotlib modulunun pilot typeslarını öyrənməyə davam edirik. Pilot tiplərindən pairwise datanın scatter funksiyasını bugün öyrənəcəyik. Gəlin buna aid olan nümunə kodumuzu kopyalayaq və mən gəlirəm faylıma mouse'un sağ düyməsini klikləyirik və hər Python dərsimizdə olduğu kimi Jupyter editorumuzu açıram. New editorum açıldı. Kodu Ctrl V yapıştırdım və run edəndə baxın. Qrafikim göründü. Yəni indi bu kodu araşdıraq. Bu kod Matplotlib kitabxanasından istifadə edərək nöqtə qrafiki scatter plot yaradır və kodun indi isə hər bir hissəsini addım-addım izah edək. Bu hissə bilirik ki, kitabxanaların import olunmasıdır. Baxın bu hissə. Matplotlib.pyplot qrafiklər çəkmək üçün istifadə olunur. NumPy MP isə rəqəmsal hesablamalar və təsadüfi dəyərlər yaratmaq üçün istifadə olunur. Baxın bu ikisi. Qrafik stili, baxın bura MPN-Gallery Matplotlibin minimalist və vizual baxımdan sərgəni görünən bir üslubudur. Grafikin dizaynı avtomatik olarak bu üsluba uygun olacak. Baxın bura. Davam edirəm. Məlumatların yaradılması mp.random seed 3 x bərabərdir. Baxın bu və y bərabərdir bu hissə. mp.random.seed 3 təsadüfi ədədlərin hər dəfə eyni alınması üçün seed dəyər təyin edilir. mp.random normal 02 24 isə normal paylanma üzrə təsadüfi ədədlər yaradılır. Yəni ortalaması 0, standart sapması, standart deviationu 2 olan 24 ədəd təsadüfi ədəd yaradılır. Burada x bərabərdir bu hissə. Bütün təsadüfi ədədlər 4 vahid artırılır. Yəni standart sapma ortalaması 0, standart sapması, standart deviationu 2 olan 24 ədəd təsadüfi ədəd yaradıldı. Və bunun üzərinə 4 gəlinir. Yəni 4 ətrafında bunlar yerləşir. Bu oldu x-in qiymətləri. Y-in qiymətləri isə x-inə eyni sayda, yəni 24 dənə təsadüfi dəyər yaradılır. Nəticə olaraq x və y koordinatları ətrafında 24 nöqtə yaradılır. Nöqtələrin ölçü və rənglərinin təyin edilməsi, size ölçüləri mp.random.uniform 1580 len-x, conversda mp.random.uniform 1580 len-x. Baxın bu hissələr. mp.random.uniform 1580 len-x 15 ilə 80 arasında bərabər paylanmış təsadüfi dəyərlər yaradılır. Size nöqtələrin ölçüsü üçün təsadüfi dəyərlərdir. Convex nöqtələrin rəngi üçün təsadüfi dəyərlərdir. Qrafikin yaradılması fig ax bərabərdir pt.subplot.
Fig yeni bir grafik sahəsi yaradır. AX isə koordinat oxlarını AX-i yaradır. Baxın bura. Scatter plot, yəni nöqtə qrafiki çəkilməsi. AX.scatter bu hissə kod üzərində göstərək. Baxın bu hissə. X, Y hər nöqtənin koordinatlarıdır. S bərabər size hər nöqtənin ölçüsü, yəni size massivindən gəlir. S bərabər convex nöqtələrin rəngi convex massivindən gəlir. V minimum bərabərdir 0, V maksimum bərabərdir 100. Rənglər üçün diapazon 0-100 arasında tənzimlənir. Bir daha təkrar edirəm. Ölçü ilə rəngi birdir. V minimum bərabər 0 və V maksimum bərabərdir 100. Rənglər üçün diapazonu 0 ilə 100 arasında tənzimləyir. Nəticə olaraq ölçüləri və rəngləri fərqli olan nöqtələr göstərilir. Oxların məhdudlaşdırılması və işarələr. AX.set bu hissə. Baxın bura. X-nin bərabər 0,8, X oxun diapazonu 0,8 aralığında tənzimlənir. Y-nin bərabərdir 0,8, Y oxunun diapazonu 0,8 aralığında tənzimlənir. X-tix tisks bərabərdir MP arrange 1,8, X oxunda 1-dən 7-yə qədər işarələr yerləşdirilir. Y-tix MP.arrange 1,8, Y oxunda 1-dən 7-yə qədər işarələr yerləşdirilir. Baxın, X oxunda da 1-dən 8-ə 7-yə qədər və Y oxunda da eyni qaydada. Qrafikin göstərilməsi də PNT.co edib qrafiki göstəririk. Hazır qrafik ekranda göstərilir. Ümumi nəticə olaraq bu kodun yaratdığı qrafik aşağıdakı xüsusiyyətlərə malikdir. 24 təsadüfi nöqtə X-Y koordinatları normal paylanma üzrə yaradılır. Hər nöqtənin ölçüsü və rəngi fərqlidir, size və convex. X və Y oxları 0,8 aralığında məhdudlaşdırılıb, yəni bu aralıqda dəyərlər alır. Xüsusi qrafik stili MP qaneri tətbiq olunub. Bu metod məlumat nöqtələrinin paylanmasını və ölçüsünü vizual olaraq təhlil etmək üçün istifadə olunur. Baxın, nöqtələrin ölçüləri və rəngləri fərqlidir. Bu da oldu bizim scatter funksiyamız. Növbəti dərsdə scatter funksiyasına aid əlavə nümunələr işləyəcəyik və bu zaman scatter funksiyası bizə daha da aydın olacaq. Hər hansı bir sual olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Mən bu dərsdə istəyirəm ki, bu qeydi sizlərlə birlikdə yaddaşa verim. On altı. Jupyter editorumu hansı faildən açmışamsa save vəziyyətdir. Baxın, gəldi avtomatik olaraq o failin içərisinə save olundu, yəni yaddaşa verildi. Bu dərs bu qədər. Əgər videolar faydalı gəlirsə bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.